Hər kəsə salam və kanalıma xoş gəlmisiniz. Sizi kanalımda görməyə çox şadam. Əgər yeni izləyicisinizsə, onda sizdən bir xahişim var. Mütləq kanalıma dəstək olmaq üçün abunə olun. Dost haqqında sual vermişdiniz. Yəni rəfiqəm varmı, yoxsa yox? Mənim bir dəyərli dostum var. O da mənim anamdır. Bir rəfiqəm var idi. Mən onu rəfiqə sayırdım. Onunla hər bir şeylə bölüşürdüm, amma sonra çox heyfsləndim. Çünki ondan elə bir hərəkət gördüm ki, yəni o qızdan heç gözləməzdim və ondan sonra çox pis olmuşdum və dedim ki, daha heç vaxt mənim dostum olmayacaq. Əgər Evdar xanımın ailəsi varsa, onda ona heç rəfiqə lazım deyil, ehtiyac yoxdur. Həyatda ən dəyərli rəfiqə ana və bacılardır. Əgər bacımla hansısa bir sirlə bölüşsəm, bilirəm ki, üçüncü adam o haqda heç vaxt bilməyəcək. Amma rəfiqələr bu sadəcə bir sözdür, rəfiqə. Güya ki, o sənin dostundur, ən yaxın insandır, güya bacı kimi çox yaxındır. Hətta bəzi insanlar düşünürlər ki, bacıdan da o çox yaxındır. Elə deyil. Qızların çoxsu aldanır. Pis vəziyyətə düşəndə həmən o rəfiqə bütün nələr danışmışdı ona, bütün sirləri təzədən açır, onun üzünə vurur və belə onlar ayrılırlar. Həm də ki, niyə hansısa bir insan sənin evini, sirrini bilməlidir? Niyə evinə gəlib getməlidir? Deyə bilərsiniz ki, axı qadın robot deyil, o da istirahət eləməlidir. Düzdür, mən sizinlə razıyam. Bizim ailəvi dostlarımız var. Biz ailə ilə görüşürük, onlar bizə, biz onlara birlikdə gəzməyə gedirik. O başqa bir məsələ. Arada elə olur ki, çox sıxılıram, evin işləri, sonra evin problemi, hər bir şey adamı o qədər sıxır və mən evdən qaçıram. Kimin yanına? Əlbəttə ki, bacımın yanına gedirəm. Bacımla otururam, bir neçə saat onunla söhbət edirik, başımı qatıram və yeni bir enerji ilə evə qayıdıram. Bir də ki, kanalı açandan sonra, sizinlə tanış olandan sonra mənə başqa bir rəfiqə heç lazım deyil. Çünki sizinlə bölüşürəm, siz gözəl məsləhətlər verirsiniz. Siz tərəfdən gözəl bir motivasiya alıram, energiya alıram və yenidən sizinlə virtual dostluq eləmək üçün çoxlu videolar çəkirəm. Yoldaşımla səhər tezdən bazara getmişdik ki, ət alaq. Evdə 1 qram da ət qalmamışdı və ona görə getdik almağa. Mən ət alanda hardasa bir ay yarım işlədirəm. Əti 16 manat 50 qəpiyə almışam. Sümüklü ət almışdım. Amma sümüyü bircə dənə vermişdi. Çox yaxşı qəssabdır. Həmişə ondan ət alırıq deyə bizə həmişə qəşəng ət verir. Qiyməti də ki 16 manat 50 qəpik. Özdə bu arada çoxu deyir ki, ətin qiyməti qalxdı. Hansı rayonlarda siz yaşayırsınız, mütləq rəylərdə yazın. Siz tərəflərdə ət neçəyədir? Bizdə tikə əti xoşlayan yoxdur deyə, ona görə mən həmişə bütün ətdən farş eləyirəm. Bircə dənə başında sümük var idi, onu da saxladım, özümə borş hazırlayacağam. Dəhşət borşu çox xoşlayanam. İmkan olsa hər gün, bütün qış boyu mən ancaq borş yeyərəm. Amma ailəm xoşlamır deyə bir qazanı özüm 4-5 günə bitirirəm. Məcbur eləməyi də xoşlamıram. Əgər bişirəndə iyisi xoşuna gəlsə, cəlb eləsə, onda dadına baxarlar və məncə onlar da bəyənərlər. Amma borşu sevməyən məncə yoxdur da. Mənim uşaqlarım sadəcə öz atalarına oxşayırlar. Yoldaşım da borş heç sevmir. Deyir ki, kələm suyun içində niyə üzməlidir? Nəysə, bir sözlə heç kim borşu bəyənmir, ancaq mən yeyirəm. Yenə də sağ olsunlar, o boyda borş mənə qalır. Bir həftə onu qəşəng iştahla yeyirəm. Bunlara isə nəsə başqa bir şey hazırlayıram. Əti yerləşdirdim və ciyər də almışdıq. Mən istədim quzu ciyərini götürüm belə komplektdə, amma yox idi deyə. Əslində təzə kəsilmişdi, amma kimsə artıq bron eləmişdi onu və kiməsə saxlamışdılar. Buna görə məcbur malın ciyərini aldıq. Amma səhv etmirəmsə, deyəsə malın ciyəri quzudan daha yaxşıdır, faydalıdır. Mən belə şeyləri bilmirəm və ona görə sizdən soruşmaq istəyirəm. Yəqin ki, siz bilirsiniz, çünki nə çəkirəm, nə soruşuram, həmişə ona cavab verirsiniz.
Əti yerləşdirdim və tez başladım uşaqların paltarını ütüləməyə, çünki məktəbə artıq gecikirdik. Mənim balacalarım ikinci növbədə oxuyurlar və ona görə bunlar məktəbə gedənə qədər mən bütün evin demək olar ki, işlərini həll elədim. Arada elə olur ki, axşamdan ütüləyirəm, amma bilirəm ki, onlar ikinci növbədir deyə rahatam. Axşam özümü yormuram. Məktəbə getməmişdən qabaq başlayıram ütüləməyə. Heç sevmirəm mən bu ütü işləri. Uşaqlara söz vermişdim ki, görüş xəngəli hazırlayacağım, amma gün ərzində o qədər iş görmüşdüm, artıq yoruldum və düşündüm ki, növbəti günü axşam hazırlayaram. Sən demə, bunların heç yadından çıxmamışdı. Məndən ət xəngəli gözləyirdilər və ona görə məcbur əti çıxartdım. Buzu açıldı və onu qəşəng načinkanı hazırladım. Deməli, içinə soğan qatıram, göyərti, kartoşka əlavə eləmişəm. Əslində hər dəfə kartoşka əlavə eləmirəm. Bu dəfə qatdım ki, biraz çox olsun. Duz, istiot, pripravalar və ən vacib olan ot kək otudur. Kək otunu əgər ətin içinə qatmasan, dadı tamam başqa cür olacaq. Bir də ki, biraz duru yağı əlavə eləmişəm ki, ət qəşəng yumuşaq olsun, quru olmasın da içim. Xəmir məndə adi xəmirdir, duz, su və un. Xəmiri qabaqcadan eləmişdim, sonra saxladım biraz dincəlsin və ondan sonra ondan işləməyə başladım.
Və burada istədim sizə yaxın göstərim necə bükürəm. Çünki həmişə ət xəngəli hazırlayanda qızlar deyirlər ki, biraz yaxından çək, göstərsən onu necə bükürsən. Bunun bükməyi mənə bizim ailəvi olan dostlarımız var. Rəna. Bir neçə dəfə onlara evə gedəndə qonaq həmişə çəkirdim. Elə o mənə göstərmişdi. Biz onlara getmişdik. Yoxsa onlar bizdə olanda biz ət xəngəli hazırlamışdıq. Dəqiq yadımda deyil. Amma o mənə bir dəfə göstərdi, onu necə bükmək lazımdır. Çünki o üstdəki papaq olan tərəfi yuxarıda o qədər artıq xəmir qalır ki, onu heç kim yemir və onu tullayırıq. O isə mənə elə öyrətmişdi bükməyə ki, o üstündə belə bərk xəmir heç vaxt olmasın. Və həqiqətən də belə bükəndən sonra üstündə belə bərk xəmir qalmır. O hamısı içində olur, bişəndə də yumşaq olur, ətlə qarışır və qəşəng də yeyilir. Artıq qızlarımla xəngəllərimizi bükdük. Düz 103 dənə xəngəlimiz alındı. Bəziləri isə qızlarım bağlamışdı onu, düzdür, səliqəsizdir, amma eybi yox. Mən onlara icazə verirəm, xəmirlə biraz oynasınlar, öyrənsinlər düz bükməyi. Suyumuz da qaynadı. Xəngəlimizi atmışıq suyun içinə və süfrəmizi düzəldirik. Biz sarımsaqlı qatıqla yeməyi xoşlayırıq. Ət xəngəli ketçupla da yemək olar, amma evdə ketçup olmadığına görə biz ancaq qatıqla yeyəcəyik. Demək olar ki, artıq qaynadı. İndi bunu hamısını düşürdəcəm və süfrəyə qoyacağam. Bizə nuş olsun və əgər siz də bu dəqiqə yeməyinizi yeyirsiniz, sizə də nuş olsun. Mən artıq burada sizinlə yavaş-yavaş sağollaşacağam. Ümid edirəm ki, axıra kimi baxmısınız. Əgər yeni izləyicisinizsə, mütləq kanalıma dəstək olmaq üçün abunə olun, rəy bölməsinə bir dənə smaylik saxlamağa və like eləməyə unutmayın. Hər bir elədiyiniz hərəkət bilirəm ki, sizi üçün heç çətin deyil, amma mənim üçün çox vacibdir. Mən isə həmişəki kimi öz tərəfimdən hər birinizə can sağlığı arzulayıram. Sevdiklərinizi unutmayın. Biz isə növbəti vloqda mütləq və mütləq görüşərik. Hələlik.